Rusiya Silahlı Qüvvələrinin bu gecə Ukrayna paytaxtı Kiyev şəhərə etdiyi çox kombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına da çox ciddi ziyan dəyib. Raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib. Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb və diplomatlara məxsus avtomobillərə ziyan dəyib. Hadisə yerinə Ukrayna müvafiq qurumlar da gələrək dəyən ziyanı araşdırırlar. Onu da qeyd edək ki, bu artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyin binası bir neçə dəfə ziyan görüb. Lakin bu dəfəki ziyan miqyasına görə daha böyük və ciddi olub. Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur. Kiyev şəhər hərbi administrasiyasının açıqlamasına görə paytaxt Kiyevə edilən ballistik və dron hücumu nəticəsində azı 4 mülki şəxs ölüb, 30-a yaxın insan isə xəsarət alıb. Xəsarət alanlar arasında uşaq da var. Hava hücumu nəticəsində 20-yə yaxın ballistik və qanadlı raketlərdən istifadə edilib və 400-dən artıq zərbə dronu atılıb.